Hər iki komanda futbolçularına təşəkkür etmək istəyirəm. Meydanda yaxşı futbol oynamağa çalışırdılar, istəkli idilər, hərəkətli idilər. Baxmayaraq ki, nəticəni təmin eləmişik. Oyuna tam gücümüzdən hazırlaşmışdıq. Tam heyətlə çıxmışdıq və bu günləri istirdik. Nəticədən çox bizim üçün oyun vacib idi. Və ikinci hissədə daha çox gözlədiyim, istədiyim və tələb elədiyim oyunu gördüm. Daha çox üstün tərəf biz idi. İkinci hissədə bəli rəqibində təhlükəli hücumları vardı, amma birinci hissədə kontrol rəqibdə idi. Ümumən götürsən, yaxşı, bizim üçün faydalı, səmərəli bir 90 dəqiqə keçirdik və futbolçularıma razıyam. Göstərdikləri əzmkarlığa görə, oyun nizamına görə təşəkkür edirəm onlara. Həqqı. Təbrik edirəm. Çox sağ ol. İkinci yarış gümüş medal münasibəti ilə uğurlar arzulayıram. Çox sağ ol. Kuboklar. Yəqin ki, heyətdən müəyyən rotasiyalar olacaq ənənəvi qaydada. 2 il bundan qabaq yadımdadır. Daha çox Qəbələnin futbolçularını 3 nəfər götürmüşdünüz, 2 nəfər sonra biri gəldi. Ötən mövsüm Kəpəzdən 3 futbolçu götürmüşdünüz. Bu il hədəflər hansı komanda oynayırsınız? Maraqlı sualdır. Bütün komandaların müqavilələri bitmiş futbolçuları nəzarətdə saxlayırıq və belə də seleksiya planlarımızda var elə futbolçular, danışıqlar olacaq. Məhz hansısa bir komandadan götürək deyə bir hədəfimiz, məqsədimiz yoxdur. Futbolçu, bəyəndiyimiz futbolçu olsun və şərt odur ki, o mövqe bizdə boş olsun, o mövqe istədiyimiz futbolçu olsun. Başqa bizim bəyəndiyimiz futbolçular çoxdur, amma biz çox da mövqeləri transfer eləməyi planlaşdırmırıq. Məhz hansı mövqelərə ehtiyac varsa, o mövqelərdə uyğun, müqaviləsi bitmiş bizim çempionata futbolçu varsa, mütləq şəkildə komandamızı görmək istəyərik. Sağ ol. Əsəblər. Rəşad bəy, 70 var xal yığmanızda, çempionatda birincisi tutub qalmış, ikincisi təmin etməyinizə Qarabağın rolu nə dərəcədə var? Məsələn, rəqibləriniz Bakıda məşq etməyə meydan tapmayanda mövsüm boyu Qarabağ sizin bu şəraitlərdə verdi qazana. Bunu bilmək istəyirəm. Təbii olaraq biz böyük təşəkkür bildiririk Qarabağ komandasına. Hərə bir yolla bu problemi həll eləməyə, çözməyə çalışırdı Bakı komandaları. Və bizim də atelimiz, təlim məşq toplanışları keçirdiyimiz, toparlandığımız atel Suraxanı meydançasının bazasına yaxındır və xahiş elədik. Şərait yaratdılar bizə, Neftçi rəhbərinə təşəkkür eləmək istəyirəm. Bir çox məşq keçmək üçün onlar bizə şərait yaratdılar, onların meydançasında məşq elədik. Əminəm ki, əksinə olsaydı biz də eynisini eləyərdik, çünki meydançasız bu problem çözüləcək bir problem deyil. Meydançası nə yollar tapmaq olar ki, heç bir yol tapmaq olmaz. Futbolçu yoxdur, onu həll edə bilərsən, amma meydança yoxdur, onu heç bir yolla həll eləmərsən. Təşəkkür etmək istəyirəm bu iki komandaya ki, bizə anlayış göstərdilər, qapılarını açdılar və il boyu məşqlərimizi onların təlim bazalarında keçirdik. Ciddi problemdir, ümidvaram ki, gələn ildən bu problem aradan qalxacaq. Biz də istəyirik öz bazamız olsun, infrastrukturumuz daha yaxşı səviyyədə olsun. Amma çətin bir məsələdir, böyük maddiyyat tələb edən bir məsələdir. O yüzdən də çalışacağıq ki, inşallah növbəti illərdə bunu həll eləyək. Bir daha Qarabağa, Neftçiyə təşəkkür eləmək istəyirəm. Əvvəllər deyilir ki, bəs müəyyən bir yer var zirə ətrafında. O məsələn nə yerdə qaldı? Hansısa bir addımlar atıldı? Bəli, biz o yeri götürmüşük, komanda olaraq o yer alınıb və orada böyük bir baza inşa eləməyi planlaşdırırıq, amma buna böyük vəsait lazımdır. Və bu sezon və yaxud növbəti sezonlarda onu həll eləməyə çalışır rəhbərlik və düşünürəm ki, inşallah həll olacaq. Sağ ol, həqqı. Əzəl bəy, mən sual verilib sizə görməmişəm açığı, bəlkə də diqqətimdən yayınıb. Final olacaq, ayının 31-i Qarabağla sabah və indiki halda bu final nəzərəmizə alınıb liqasına vəsiqə sizdədir. Amma əks halda keçə də bilər, sabahın əlinə keçə bilər. Kubokun finaldan hansı komanda yazaraq keçdi edəcəksiniz? Daha doğrusu Qarabağın udmağından duyacaqsınız ki, o vəsiqə sizin əlinizdə qalsın. Bilirsiniz, təbii olaraq bizim yerimizə kim olsa Avroliqa getmək istəyər. Amma digər tərəfdən mən Sabah komandasında Avrokuboklara çıxış eləməsini istəyirəm, Neftçi komandasında Avrokuboklara çıxış eləməsini istəyirəm. Digər tərəfdən Araz, Turan bu il çox layiq idilər Avrokuboka düşməyə, orada çıxış eləməyə. Bu il Avrokubokda çıxış eləməyə layiq komandaların sayı çoxdur. Və siz belə düşünəndə baxırsan ki, mütləq şəkildə hansısa ki komanda kənarda qalacaq. Mən ilk növbədə gözəl futbol azarkeşlik eləyəcəm, amma aydın məsələdir ki, kim mənim yerimdə olsa, hamı Avroliqaya getmək istəyər. Əsas da səbəb Avroliqaya getməkdə odur ki, bir uduzmaq limitim var. Necə ki, keçən il biz ondan səmərəli şəkildə istifadə elədik.
Amma digər tərəfdən də Sabah komandasında Avrokuboklarda olmasını çox istəyirəm. Murat bəy. Səhvən olsa bu qabiliyyəti başa çatır. Çünki sonunda dəfə bildiyimdə 2023-də desən 2 illik imzalamışdır. Yəni artıq bir danışıqlar olub, bu imzalanıb. Heç bir danışıq olmayıb. Açığı rəhbəri nə qədər istəyirsə mən komandada olacağam və bu komandaya gəlməyimdə əsas səbəblərdən biri də rəhbərin istəyidir, rəhbərlə olan münasibətimiz idi. İndi biz hal-hazırda növbəti sezonun müəyyən planlar var, məsələlər var, onları müzakirə eləməmişik. Yaxın günlərdə o barədə toplantımız olacaq və hər şey orada ətraflı şəkildə götür-qoy eləyəcək. Məni burada qalmamı istəyəndən sonra o məsələ müzakirə olunmur.